Salam, dəyər nəşrlərinin 20 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından 7-ci siniflərin ingilis dili suallarına baxaq. Kanala abunə olmamısınızsa, abunə olmağı da unutmayın. 51-dən başlayaq. 51-ci sualda 7-ci siniflərdə doğru variant olacaq B variantı, listening sualıdır. 52-də də B variantı, 53 A, 54 C, 55 açıq sualdır. Bunun cavabını hazır deyil, təəssüf ki, onu birazdan şərhə qeyd edəcəm. Siz də yazmısınızsa şərhə qeyd eləyin, yoldaşlarınız yoxlasın. Mən də birazdan şərhə qeyd edəcəm. Keçək 56-cı suala. 56-cı sualda doğru variant olacaqdır D variantı. 57-də D, 58 C variantı, 59 B, 60-cı sual deməli elə vəziyyətdir ki, imkan verir ki, nəsə olsun. Bu da şans olacaqdır. Paragraf 2-dən bunu tapa bilərsiniz, şans. 61-də deməli söz bazasına uyğun testlərdir bunlar. Hansı söz o adamı təsvir edir ki, həmişə düzün deyir? Kim düzün deyir? Vicdanlı və dürüst adam. Honest, vicdanlı. Alicənab, generous, optimistik, optimist, serious, ciddi. 62-ci suala baxaq. 62-də deməli, əsəbləşmədən uzun müddət gözləyən insan səbirli olar. Yəni D. Rahat, confident, serious, ciddi, fun-loving, əyləncə sevər. Sözlərin mənasını deyirəm ki, bəlkə sizə yəni faydası olar, əzbərləyirsiniz. Yəni ağlınızda sual işarəsi qalmasın deyə. 63-cü sualda isə adam kim ki öz uğuruna inanır, özgüvənlidir, rahatdır. C variantı olacaq. Dürüst, honest, ciddi, serious, patient, səbirli. 64-cü sualda isə deməli, sən bu adama inanırsan ki, həmişə nə deyirsə onu eləyir. Etibarlı, güvənli, reliable, A variantı olacaq. Səbirli, patient, optimistic, optimist, generous, alicənab. 65-ci sualda o həmişə yaşlı insanlara harda filan evlərdə baş çəkir, onlara ehtiyacı olanı alır. Nursing homes bura yazmaq olar. Biraz yəqin çətin sual gələcək, amma sizin kitabınızda varsa, orta məktəb kitabınızda doğru cavab kimi yaza bilərsiniz. Bir də retirement sözü var, onu yazmışsınızsa o da doğru olacaq. Retirement. 66-cı suala baxaq. 66-da C variantı olacaqdır. 67-ci sualda D variantı olacaqdır. Bu arada irəlidə hədiyyəli video da olacaqdır kanalda. Onu da qaçırmayın. Sinif yoldaşlarınıza da xəbər etsəniz çox yaxşı olar. 68-də isə deməli, əgər suyu qızdırırsan, o neyniyər? Qaynayar, it boils deyəcəm. İndiki sadə zamanda. Düzdür, sağ tərəfdə will olsaydı da düz gələrdi. Bu da will yoxdur deyə biz boils'i götürürük. 69-cu sualda if-in bir tərəfində, yəni if tərəfdə sadə zaman, digər tərəfdə isə will və ya will not olar. Did, don't, wasn't olmur. Cavab B variantı. 70-ci sualda deməli, I will be happy. Bir tərəfdə deməli will veribdir, sağ tərəfdə if varsa, gələcəkdə indiki uzlaşar. Will olmaz, getting olmaz. 70-də oldu B variantı. 71-də if-in sol tərəfində will olmaz. If she drink olmaz. Cavab B variantı olacaqdır. If-in yanında will istifadə etmirik. Will-ləri atırıq. If you eat, sağ tərəfdə sənin dişlərin dirsə, gets yox, get olar. Yəni 72-də A variantı olacaqdır. 73-də əgər mən dostlarımı görsəm xoşbəxt olaram. Görəndə xoşbəxt olaram. Anda, əndə. 1 və 4, 73-də A variantı. 74-də if-in yanında will istifadə etmirik. Deməli, digərlərinə baxaq. If it rains. Əgər yağış yağsa, ağacları neyini yərəm? Yəni, sulamaram, düzdürmü? Yağış yağıb da onsuz da. Ona görə rains və won't olacaq məna baxımından 74-də C variantı. 75-də if-in yanında will istifadə etməyək. If you aren't lucky, you will win. Aha, burada isə cümlənin mənasına baxırıq. Əgər şanslı olmasan, if you aren't lucky, you will win. Bir saniyə.
Hə, if you are lucky, əgər şanslısansa, you will win the game. Sən oyunu qazanacaqsan deyəcək. Yəni D variantı olacaq bu da. B niyə olmaz? İndi biraz çaşdırdı məni. If you aren't lucky, əgər şanslı olmasan, sən oyunu qazanacaqsan cümlənin mənası düz gəlməz. Cavab 75-də D variantı oldu. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun.